Az qala bir əsrə yaxınlaşan, həllini tapmayan Fələstin probleminin ətrafında yaranmış yaxın şərqdəki çaxnaşmalar, münaqişələr, uzun müddətli müharibələr artıq daha ciddi bir mərhələyə gəlməkdədir. Belə ki, digər regionlara, digər bölgələrə və ölkələrə də sıçramaqda daha ciddi bir münaqişə, ümumiyyətlə dünya üçün qlobal bir problemə çevrilməkdədir. Artıq siyasi mübarizə dini müstəviyə keçməkdədir. Bu isə daha təhlükəli məsələdir. Məlumdur ki, yaxın şərqdə üç səmavi dinin mənsubları, əsasən müsəlmanlar, xristianlar və yəhudilər yaşayır. Bu dinlərə mənsub olan insanların, müsəlmanların kütləvi şəkildə tələfatı, qırğını və eyni zamanda mədəni-mənəvi dəyərlərindən məhrum edilməsi, xüsusən də dini abidələrinin dağıdılması təəssüf ki, beynəlxalq təşkilatları da o qədər hərəkətə keçirə bilmədi. Hazırda isə bu münaqişələr demək İraq, Suriya, Livan, Fələstin regionundan İran regionuna, yəni artıq digər bölgələrə, digər regionlara da sıçrama ehtimalını özündə saxlayır. Və təbii ki, bu məsələlərin tənzimlənməsində müxtəlif ölkələr öz vasitəçiliyini, öz xoşməramlı münasibətlərini bildirirlər, töhfələrini verirlər. Həmçinin Türkiyə Respublikası və o cümlədən Azərbaycan özü də mümkün qədər bu kimi münaqişələrin həll olunmasında öz səylərini əsirgəmir. Necə deyərlər, bunun bir nümunəsini yaşamış bir ölkə olaraq ki, həm müharibə dövrünü görmüş, həm də ki, sülh dövrünü yaşamış bir dövlət olaraq biz də öz töhfəmizi təbii ki, buna verməliyik. Ancaq təəssüf olsun ki, müxtəlif zamanlarda artıq bu səylər, bu mücadilələr də necə deyərlər, təsir etmir və müxtəlif zamanlarda bu məsələlərin daha da biz gərginləşdiyinin şahidi oluruq. Hazırda isə məlumdur ki, İranla demək İsrail arasındakı məlum gərginlik Amerika-İsrail birliyinin demək İrana müdaxiləsi ehtimalını daha da gücləndirir. Təbii ki, İran daxilində müxtəlif problemlər var, iqtisadi çətinliklər, əhalinin narazılığı, rejimin qəddarlığı və eyni zamanda hazırki dünya ilə ayaqlaşmaması, teokratik əsaslara, ideoloji məzhəbçi əsaslara söykənən bir rejimin yaratdığı gərginlik təbii ki, regionu da narahat edir və eyni zamanda dünya liderlərini də narahat edir. Şübhəsiz ki, bununla yanaşı, burada əsas yaxın şərqdə təməl almış, yəni Fələstin, Qəzza məsələsi üzərində yaranmış gərginlikdir ki, bu təkcə İranın rejim dəyişikliyi də öz həllini tapması az ehtimal olunan bir məsələdir. Yəni, təkcə İrana müdaxilə ilə Fələstin məsələsi həll olunacaqmı? Şübhəsiz ki, yox. Bax, o cümlədən burada artıq biz dini liderlərin məsələyə müdaxilə etdiyini və İraqın dini lideri Sistaninin artıq cihad hökmünə hazırlaşdığını müşahidə edirik ki, bu deməli regionda ümumiyyətlə bu qeyd edilən münaqişələrin artıq dini müharibə müstəvisinə keçməsinin anonsunu verir. Bu ki, daha təhlükəli bir məsələdir. Bu, dünya müharibəsinə səbəb olacaq qədər ciddi narahatlıq doğuran bir hadisədir. Təbii ki, müxtəlif şərhlər var. Qərbin müxtəlif beyin mərkəzləri, həmçinin Amerika və İsraildə yerləşən müxtəlif beyin mərkəzləri bu məsələlərin əsasən səbəblərini bəzən dini səmtə də yönəltməyə cəhd edirlər ki, bu İsrailin burada məram və məqsədi Böyük İsraili bərpa etməkdir və həmçinin Tövratda göstərildiyinə görə vəd edilmiş torpaqlar adlandırılan həmin əraziləri ələ keçirməkdir. Bu da İsrailin hazırda münaqişədə olduğu yaxın şərqdəki bir sıra ərəb ölkələri və həmçinin burada Türkiyənin də 20%-ni və müxtəlif əraziləri bu plana saldığını qeyd edirlər İsrailin. Təbii ki, bu məsələlər hərçənd ki, o qədər də ciddi yanaşılmasa, ancaq araşdırılmalıdır. Əgər məqsəd və məram bundan ibarətdirsə, təbii ki, bu halda çox təhlükəlidir və eyni zamanda İranın yaxın şərqdə vəziyyəti gərginləşdirməyə çalışması proksi qüvvələri vasitəsilə əslində nəinki Fələstin xalqını
müdafiə etmək, nəinki müstəqil Fələstin dövlətinin yaranmasına töhfə vermək, əksinə indiyə qədər olan fəaliyyətləri çərçivəsində İsrailə bir dəstəvuz, bir bəhanə vermiş olub ki, həmin proksi qüvvələrin müdaxiləsi, hücumu ehtimalına görə də İsrail məhz bu cür addımları atmağa məcbur olduğuna əsas gətiribdir. Hazırda bu dini müstəviyə münaqişələrin keçmə ehtimalı çox ciddi bir məsələdir. Bununla bağlı vacibdir ki, beynəlxalq təşkilatlar hərəkətə keçsin. BMT başda olmaqla əsasən də İslam Konfransı Təşkilatına üzv olan müsəlman dövlətləri bununla bağlı hərəkətə keçməlidir. Çünki məlumdur ki, artıq dinin siyasətlə qarışdığı bir regionda bu münaqişələr gedir. İsrailin özündə də demək olar ki, mahiyyəti etibarilə teokratik bir rejimdir, teokratik bir dövlətdir. Çünki onlar da dini ideologiyalara əsaslanırlar. Məhz İsrailin bugün regionda həyata keçirdiyi planları, məqsədləri də xüsusən demək, dini ideologiyaya əsaslanır. Həmçinin İranın da məramı və məqsədi dini adlandırdığı məhz yarı dini, yarı siyasi ideologiya əsaslanır. Bu çox ciddi bir məsələdir və həmçinin İranın məlumdur ki, İraqdakı bağları, İraqdakı qolları artıq hərəkətə keçməkdədir. Şübhəsiz ki, burada məzhəbçilik məsələsi də rol oynayır və əsasən Yaxın Şərqdə də bu problem, necə deyərlər, həssaslıq yaradır. Yəni, daimi olaraq bu məsələləri kənar qüvvələr qaynaqlandırıb, müsəlmanları üz-üzə qoyublar, hətta dövlətlər arasında böyük müharibələrə səbəb olubdur. Necə ki, keçmiş dövrdə biz İran-İraq müharibəsini müşahidə etmişik ki, 1 milyondan artıq burada müsəlmanın tələfatına səbəb olubdur. Və hazırda da bax, bu kimi məsələlər baş verməsi, təhlükəsi, ehtimalı çox böyükdür. Ona görə dini abidələrin dağıdılması, məhv edilməsi, dini dəyərlərin sıradan çıxardılması halları vüsət alır. Bu baxımdan beynəlxalq təşkilatların mütləq hərəkətə keçməsi lazımdır və dünya birliyinin bununla bağlı öz mövqeyini ortaya qoyması lazımdır. Çünki cihad hökmü sıradan bir hökm deyil, bir fətva deyil. Əgər bu cihad hökmü verilərsə, şübhəsiz ki, bu artıq, necə deyərlər, orta əsrlərdəki səlib yürüşlərinin davamı olaraq xarakterizə oluna bilər və bu da misli görünməmiş əsrlərlə davam edəcək bir çaxnaşmalara və müharibəyə gətirib çıxarda bilər. Dinlər arası, sivilizasiyalar arası qlobal bir münaqişəyə çıxılmaz bir dalana gətirib çıxarda bilər ki, artıq burada dəyərlər, tolerantlıq, insan haqları, demokratiya və s. kimi məsələlər tamamilə kənarda qoyulmuş olar. Şübhəsiz ki, cihad hökmünün verilməsi əsaslıdır, əsassız deyil, bu əsas mövzu deyil. Ancaq hərçənd ki, bununla bağlı da mən bir neçə cümlə fikrimi ifadə edim. Şübhəsiz ki, hazırdakı gərgin durumda, gərgin vəziyyətdə dini liderlər də ya siyasətə qarışmalı olur və yaxud da elə əvvəldən dini siyasətin tərkibi hesab edirlər. O cümlədən İraqdakı əsasən Şiə zümrəsinin, deməli, əhalinin dini lideri adlandırılan, qəbul edilən Ayətullah Sistani ki, əslən İran əsillidir və onun hazırda İran rejimini qorumaqdan ötürü cihad fətvası, Amerika və İsrailə qarşı cihad fətvası verəcəyi anonsu verilibdir. Şübhəsiz ki, uzun illərdir ki, Fələstin məsələsi, problemi gündəmdədir, davam edir və bu məsələ ilə əlaqədar heç bir İran yönümlü müctəhidin və yaxud da din xadiminin hansısa bir sülh məramlı fətvasının və yaxud da çağırışının, bəyanatının şahidi nə yazıq ki, olmamışıq. Eyni zamanda həmin münaqişələrdə və yaxud da buna oxşar münaqişələrdə bir qədər sülh məramlı fikirləri və bəyanatları adətən Roma papaları səsləndiribdir. Amma təəssüf ki, nə Yahudi din xadimlərinin, din böyüklərinin dilindən və yaxud da qələmindən eyni zamanda sünni və yaxud da şiə fərq etməz
İslam dini böyüklərinin, öndərlərinin, dini liderlərinin qələmindən və dilindən bu cür ciddi bəyanatların, təsir edici fətvaların olduğunu biz şahidi olmamışıq. Ancaq təəssüf ki, hazırda qana fətva verməyə demək olar ki, bu liderlər bir növ özlərini, bəlkə də özlərini məcbur hesab edirlər, çıxılmaz bir durumda. Təbii ki, uzun illərdir Fələstin münaqişəsi ilə yanaşı, əgər müsəlmanların hüquqlarından söhbət gedirsə ki, adətən bu cür dini fətvalar ümumi İslam mənafeyinin qorunması üçün verilir. Kəşmirdə məlumdur ki, Hindistanın Kəşmir müsəlmanlarına qarşı uzun müddətli təcavüzləri, eyni zamanda Uyğur türkləri və müsəlmandırlar ki, onlara qarşı Çinin ağır təzyiqləri və repressiyaları və bununla yanaşı bizim elə Qarabağ, keçmiş Qarabağ münaqişəsi, müharibəsi dövründə Azərbaycanlılara qarşı, soydaşlarımıza, müsəlman əhaliyə qarşı törədilmiş soyqırımı və bu cür hadisələrdə Sistani və Sistani kimilər heç bir nə sülh məramlı, sülhə çağırış və yaxud da hansısa bir mübarizə məsələsində Azərbaycana dəstək fətvaları verməmişdilər və bunun biz şahidi olmamışdıq. Bununla yanaşı Yaxın Şərqdə İraqın, Suriyanın, Əfqanistanın və digər ölkələrin də istila edilməsi zamanında Sistani və onu kimilər bu cür məsələlərdə müdafiə xarakterli fətvalar imzalamamışdılar. Eyni zamanda Sistaninin qərar tapdığı İraqın özü vaxtı ilə işğal ediləndə Sistani nəinki demək İraqı müdafiə etmək üçün və yaxud da Amerikanın, koalisiyanın ora müdaxiləsi, dinc əhaliyə qarşı olan təcavüzlər və dini abidələrin dağıdılmasının müdafiə olunması ilə bağlı demək fətvalar verməmişdir. Əksinə bir çox təsdiq olunmuş məlumatlara görə, həmçinin onun özünün də imzası ilə təsdiq etdiyi bir etirafa görə həmin ərəfədə Amerikanın dövlət məmuru Donald Rumsfeldin də demək vasitəçiliyi ilə $200 milyon Amerika Birləşmiş Ştatlarından vəsait alaraq deməli işğalçı qüvvələrin xeyrinə fətva imzalamışdır ki, demək işğalçılara qarşı mübarizə aparmaq haramdır. Eyni zamanda Kuveyt sərhəddinin açılması vacibdir ki, işğalçılar rahatlıqla İraqa daxil olub işğal edə bilsinlər. Təbii ki, bu cür işlərə, əməllərə yol vermiş bir şəxsin bugün bu cür İran rejimini qorumaqdan ötürü ki, öz xalqına son hadisələrdə, təkcə son hadisələrdə minlərlə, 10 minlərlə müsəlmanın qanına bais olubdur, günahsız insanların edamına, illərdir insanların hüquqlarının pozulmasına vəsilə olub. Belə bir rejimi qorumaqdan ötürü onun verdiyi fətvanın heç bir dini əsası təbii ki, yoxdur. Çünki müctəhid və dini lider məzhəbçi olmamalıdır və eyni zamanda bütün müsəlmanların hüquqlarının qorunması üçün müdafiə xarakterli fətva verə bilər və burada təəssübkeşlik və tərəfkeşlik eyni zamanda zalimin müdafiəçi üçün və siyasi maraqlar üçün verilən fətvalar keçərsizdir. Bu məsələdə birinci növbədə əgər fətva verilməlidirsə, dini abidələrin və dini dəyərlərin qorunması üçün bu imzalanmalıdır və hazırki Yaxın Şərqdən qaynaqlanan xüsusilə bu çaxnaşmaların, bu müharibələrin siyasi müstəvidən dini müstəviyə keçməməsini təşkil etmək lazımdır, təmin etmək lazımdır. Çünki nəinki bu məsələyə fətva vermək, bunu daha da dini müstəviyə mindirmək, əksinə bunun siyasi problem olduğu üçün elə siyasi müstəvidə də həllinə çalışmaq lazımdır. Artıq din xadiminin bu cür qana fətva verməsi demək bu rəsmi şəkildə münaqişənin, müharibənin dini müstəviyə keçməsinin təsdiqi deməkdir. Yəni artıq təbiri uyğunsa əgər Yəhudi, Xristian və Müsəlman müharibəsi mi başlayır? Yəni Sistaninin bu anonsu verilən fətvası yəni bununla bağlı ola bilər. Bu təbii ki, bir yol verilməz məsələdir. Şübhəsiz ki, indiki ərəfədə, hazırki durumda həm regional təhlükəsizlik baxımından, həm ümumiyyətlə dünyada müsəlmanların durumunu, vəziyyətini nəzərə aldıqda
hazırda yeganə olaraq demək bir İran adlanan bir dövlətin sadəcə olaraq rejimini ayaqda saxlamaqdan ötürü ki, həmin rejim də nə dərəcədə İslam dəyərlərinə uyğundur, nə dərəcədə İslami cəhətdən şər'idir, İslam terminləri ilə ifadə etmiş olsaq, nə dərəcədə uyğundur, ədalətlidir. Bu da sual altındadır ki, sırf həmin rejimi qorumaqdan ötürü demək bu cür bir fətva verilsin. Fələstin, Qəzza əhalisini qorumaqdan ötürü yox, Kəşmir əhalisini qorumaqdan ötürü yox, indiyə qədər deyək ki, Uyğur türklərinin, müsəlmanlarını qorumaqdan ötürü yox, indiyə qədərki münaqişələrdə Qarabağ müsəlmanlarını qorumaqdan ötürü yox və digər dünyanın bölgələrində təcavüzdən əziyyət çəkən müsəlmanların hüquqlarını, dini abidələrin dağıdılmasını, təhqir olunmasının və təhrif olunmasının qorunması naminə fətva yox və elə İranın özündə indiyə qədər milyonlarla Azərbaycan türkünün, müsəlmanın öz hüquqlarından məhrum edilməsinin qarşısını almaqdan ötürü yox, hazırda da demək son hadisələrdə orada öldürülmüş, qətlə yetirilmiş, təcavüzə məruz qalmış insanların hüquqlarının qorunması üçün yox, məhz bu hadisələri və necə deyərlər, cinayətləri törətmiş bir rejimin ayaqda saxlanması, qorunması üçün dini bir liderin verdiyi fətva hansı dini dəyərə, hansı necə deyərlər, şəri əsasa malik ola bilər. Təbii ki, bu şübhəlidir və eyni zamanda düşünülməmiş bir fikirdir. Bu emosional hissdən doğmuş və təəssüfkeş bir addımdır. Bu əksinə mən ölürəmsə qoy hamı da məndən ölsün prinsipinə əsaslanır. Bu heç bir İslami dəyərə əsaslanmır. Əksinə bu demək Amerikanın və İsrailin həm yaxın şərqdə, həm elə olsun İranın özündə demək olar ki, mövcud olan dini dəyərləri, dini abidələri, mədəni abidələri yer üzündən silməsinə fətva verməkdir. Odur ki, bu məsələdə bu gərginlikləri nəzərə alaraq əsas beynəlxalq təşkilatların hərəkətə keçməsi, xüsusən də İslam Konfransı Təşkilatına üzv olan ölkələrin din xadimlərinin, dini liderlərinin hərəkətə keçməsi vacibdir. Fərq etməz Yəhudi din xadimləri və eyni zamanda Xristiyan din xadimləri, Roma papasının ki, bu məsələlərdə şübhəsiz ki, müstəsna rolu var və eyni zamanda müsəlman aləminin liderləri ilə bu məsələ dialoq nəticəsində müəyyən qədər həllini tapmalıdır ki, ən azı bu münaqişə dini bir müharibəyə çevrilməsin. Yəni, cihada fətva vermək artıq bu müharibə deməkdir. Eyni zamanda Qərbin də, xüsusilə Amerika Birləşmiş Ştatlarının və İsrailin təhriki ilə bəzi qüvvələrin siyasi münaqişə adı altında məhz dini təhrikçiliklə bu addımları atdığı heç də danılmazdır. Bu bir növü artıq orta əsrlərdəki səlib yürüşünü xatırladır və həmin deməli dövrdəki hadisələrin indiki dövrə uyğun təkrarı kimi görsənir və bu təsdiqini tapır. Artıq bu o deməkdir ki, Qərb səlib yürüşünə başlayıb, sadəcə olaraq bunun adını başqa cür adlandırırlar, ölkələr arası münaqişə, Fələstin uğrunda münaqişə və yaxud da İrandakı rejim dəyişikliyinə nail olmaq və s. Ancaq mahiyyəti etibarilə, yəni belə aydın olur ki, artıq bu səlib yürüşünün demək davamıdır. Təbii ki, bu bütün dünya üçün böyük fəlakətlərə səbəb olacaq bir nəticələrə gətirib çıxara bilər. Xüsusən bu gedən problemlərin, münaqişələrin siyasi müstəvidən, yenə təkrar edirəm, dini müstəviyə vüsət alması, ələlxüsus burada böyük nüfuzlu, demək olar ki, İraqın yarıdan çox hissəsinin ona etimad və etiqad etdiyi bir dini liderin qana fitva verməsi, yəni cihada, münaqişəyə, müharibəyə fətva verməsi, həm də İraq əhalisinin bu məsələyə qoşulması deməkdir. Eyni zamanda həmin şəxsə etibar və etimad edən digər ölkələrdə yaşayan müsəlmanların bu işə qoşulması deməkdir. Şübhəsiz ki, əgər bu fətva reallaşarsa, buradan artıq dini müstəvidə müharibənin başlanması
rəsmiləşmiş olur və şübhəsiz ki, bununla bağlı görünür ki, bunun davamı olaraq Yəhudi və Xristian din xadimlərindən də müxtəlif deməli əks hökmlər çıxardıla bilər. Bax bu prizmadan yanaşdıqda deməli ilk baxışda bu məsələ bir qədər səthi görünsə də, bir qədər yumşaq görünsə də, ancaq bunun doğuracağı nəticələri düşündükdə həqiqətən də narahat olmağa dəyər. Və bu İrana müdaxilə mövzusunda şübhəsiz ki, danışıqların hələ də effekt vermədiyinin biz şahidi oluruq. Hərçənd ki, burada danışıqlarla və eyni zamanda əgər İranın hansısa məsələdə razılaşdırmaq lazımdırsa, şübhəsiz ki, burada Türkiyənin böyük cəhdləri və səyləri var. Eyni zamanda Azərbaycan da bu məsələdə mühüm rol oynayır ki, regionun təhlükəsizliyi, eyni zamanda bizim soydaşlarımızın İranda yaşamağını nəzərə alaraq bir qədər bu məsələnin necə deyirlər, sülh yolundan həllini tapmasında maraqlıyıq. Ancaq nə yazıq ki, son gərginliklər artıq müharibənin yaxında olduğunu proqnozlaşdırmağa əsas verir və bu mənada burada artıq həm ərəb ölkələrinin, həm də digər müsəlman ölkələrinin dini liderlərinin bəlkə bir toplantısı, bəlkə bir görüşü, bəlkə bir dialoqunu təşkil etmək lazımdır. Artıq bu məsələnin dini müstəviyə keçdiyi gün kimi aydındır. Şübhəsiz ki, din müharibəsi, dinlər arası müharibə bu gün gözləntilər olan ki, tolerantlıq, dini dəyərlər, müxtəlif sivilizasiyaların harmoniyası, qovuşması və dünyanın qloballaşması məsələlərini əsrlərlə geri apara bilər. Ki, biz artıq din münaqişələrini, din müharibələrini orta əsrlərdə qoyduğumuzu zənn edirdik. Əcəba bu məsələlər yenidənmi gündəmə gəlir? Yenidənmi biz orta əsrlərə qayıdırıq? Yenidənmi sünni-şiə müharibəsi, xristian, müsəlman, yəhudi, müsəlman müharibələri olmalıdır? Təbii ki, bax bu narahat edici məsələlər var və bununla bağlı yaxşı olar ki, və dinin də vacib bildiyi, dinin də tövsiyə etdiyi məsələ ondan ibarətdir ki, bu kimi hallar təbii ki, sülhlə və danışıqla həll olunsun. Şübhəsiz ki, İslam xilafəti dövründə indiki İsrail və Fələstin ərazisi İslam torpaqlarının daxilində olarkən, hətta xəlifənin gedib orada ibadət etdiyi var, bütün sinagogları, məsələn, kilsələri və eyni zamanda digər məbədlərin qorunması haqqında imzaladığı fərmanlar var və digər tarixi məqamlarda yaxın şərqdə və digər ərazilərdə ümumiyyətlə bu kimi münaqişələr olubsa da belə siyasi nəticələrə görə, səbəblərə görə, ancaq nəticə etibarilə dini yanaşmada, dinin buna baxışı nöqteyi nəzərindən həmişə tolerantlıq tərəfdarı olunubdur və bu mühit də çox vaxtı öz effektini veribdir. İndiki dövrdə də din xadimləri buna çalışmalıdır. Dini liderlər daha doğrusu, dünyanın müqtədir dini liderləri, din öndərləri bununla bağlı əsasən yenə deyirəm, İslam Konfransı Təşkilatı çərçivəsində və yaxud da BMT digər insan hüquqları ilə əlaqədar beynəlxalq təşkilatlar vasitəçiliyi ilə bu görüşlər keçirilməlidir, bu danışıqlar aparılmalıdır. Çünki mövcud problemlərin, mövcud münaqişələrin dini müstəviyə keçməsi artıq dinlər arası müharibənin başlanğıcı deməkdir. Odur ki, ümid edək ki, bu məsələlərdə hansısa bir müsbət nailiyyət, irəliləyiş ola bilər, olsun ki, həm regionumuzda bu təhlükəsizliyin biz davamlı və sabitliyin əbədi olduğunu görmüş olaq. Eyni zamanda yaxın şərqdə və digər münaqişə ocaqlarında da bu məsələlər öz həllini tapmış olsun.